Sen gel görün. Dur gel görün sen. Gel mi? Bu da oldu sənin. Gəl görəm balaca kişi. Gəl görəm gücə kişi salamı verir. Hardan gəlirsiniz belə? Ne bana? Kafa oynuyor. Oynuyordu. Qaqan qoydu sən. Gəl görəm kişi. Hətəsin. Salam ver görüm. Salam versene. Deməli o günləri bu qaqaşımıza Həmid adında bir Naxçıvanlı yaxşı qardaşımız var. Alıb göndərmişdi. Sonra baxdı gözəlimizə, dedi gözəlimiz niyə onunla geri qalsın ki? Bu da gözəlimizin olsun. Xoşuna gəldi? Sürgülə sürə bilirsən. Sağ ol deyirsən Həmid əmiyə. Öncə bir sağ ol deyə. Sağ ol ayağımdan. Canın sağ olsun. Ellerim olsun. Cibin dolu olsun. Can, qadan alaram nasıl? Sürgülə sürə bilirsən. Sen beni sevdin. Allah da seni sevsin. Can. Allah qazancına min bərəkət versin. Kömək olan hər kəs çox sağ olsun. Bu uşaqların sevinci həqiqətən nəyə desən dəyərdir. İndi hər kəsə bəllidir bu evin yəni yarım qalan işləri çoxdur. Ümumiyyətlə iş gedir. Çox adam deyə bilər ki, bəlkə velosipeddən öncə yəni işlər var. O işlər də inşallah tamamlanar. Amma elə o qarşı tərəfdə bunları alan insanlar da dedi ki, elə bu uşaqların sevinci dünya qədərdir. Bunlar sevinsin inşallah o işlərdə öz yerini tapar. Sürgülə sürə bilirsən də. Sənin usta? Sənindir, ha, nə qədər istəyirsən. Ha. Onu istəyirsən, ha. Bu oturmaq üçün, bax. Ay maşallah, Allah korusun bu balaları. Burada görülən işlər haqqında da sizə məlumat verim, əziz izləyicilər. İşlərlə də tanış olun. Yəni bilməyənlər üçün deyim ki, biz Əhmədgilin evindəyik. Hər kəs bilir bu evdə gedən işləri. Allah ailə başçısına uzun ömür, can sağlığı versin. Allah ustalarımıza da can sağlığı versin. Sağ olsun Elmar müəllim burada belə bir aksiya yaratdı ki, yardımlaşaq, bu ailəyə kömək olaq. Hal-hazırda hamam ayaq yolu tikilir buradan və bu evdə su hovuzu da tikiləcək. Evin də təmiri üçün inşallah fikir var. İnşallah köməklik göstərin. Bu işlər bitsin. İndi mən otaqlarda göstərərəm. Hal-hazırda qapıya ehtiyac var. Ümumiyyətlə ehtiyac olan çox material var. Bəzən soruşurlar ki, nə lazımdır, nə alaq. Bura üçün qapı lazımdır. 2 dənə qapı lazımdır. Bu evlərin vəziyyəti budur. Allah öz kömək olsun. Köməkləşib çox iş görmək olar əslində. Evin tavanı belədir, yeri belədir. Xoşun gəldi gözəlim. Can sağlığı ilə. Məktəb sabah açılır, hə, eləmi? Sabah açılmalıdır, bilirəm axı, bilmirəm, dəqiq. İnşallah sən oxu, yaxşı oxu məktəbdə, dərslərini yaxşı oxu. Hal-hazırda yəni ehtiyac olan nədir burada, deyə bilərsinizmi? Burada 2 dənə qapıdır. Aha. 80'in o yerində 2 dənə də fərtuşqadır. Hamam fərtuşqası. Lazım olan hal-hazırda 2 qapıdır. Hə, 2 dənə də ayna. Aha. Ölçülərini deyin zəhmət olmasa. Bu ondan da 5 sant hardasa kat ilə mat ilə 2 5'ə belədir. Yox. Hardasa hərdə 2 5'ə. Həmən əzizlərim, bax soruşurdunuz nə lazımdır, nə lazımdır. Hal-hazırda təcili olaraq 2 qapı lazımdır, 2 də pəncərə lazımdır. 40.
Neçənin neçəyə? 50'nin də 40'a da. İndi gəlib özü ölçsən, ölçəcəkdə qoyar. 50'nin 40'a da 2 dənə də pərtuşka lazım. Tamam. Bu pulu da göstərmək istəyirəm mənim əzizlərim. Yəni canlı da açanda, yəni bir qardaşımız 10 manat, bir qardaşımız 10 manat, bir də bir bacımız 13 manat atıb. Buradadır, yəni 33 manatda. Bizdə yəni manat söhbəti ola bilməz də, obyektivlik, düzgünlük öz sözün deyir. Yəni gətirmişəm, inşallah materiala verərlər. Yəni yerdə qalan deyildi. Əsasən lazım olan 2 qapı, 2 də pəncərə lazımdır. Ha, sonra 20 işlənmiş şifer lazımdır. Yəni indi mən o qədər belə materialdan anlayışım yoxdur deyə mən bilə bilmirəm. Yəni gördüyünüz bu evə hər cür kömək lazımdır. Kimlər əlindən nə gəlirsə dəstəyini, yardımını əsirgəməsin.